Və sonra aleyhissalatu vesselam buyurur ki, vəl-kəlimətu tayyibətu sadaqa. Və həmçinin gözəl söz də sədəqədir. Və buna daxildir hər bir şey. Məsələn, insanlardan hal-əhval almaq, onların xətirlərini soruşmaq, görəndə ki, birisi qəmgindir, ona yaxınlaşıb, onun qəmini aradan qaldırmaq, görəndə ki, biri bir xeyir əməl edir, təşviq üçün onu tərifləmək, bunlar hamısı sədəqədir. Vəl-kəlimətu tayyibə sədəqa. Yəni, dildən çıxan hər bir gözəl söz sədəqədir. Hətta biri asqırsa, əlhamdülillah desə, sənin ona yarhamukallah deməyin nədir? Sədəqədir. Birinə deməyin ki, cəzakallahu xayran, barakallahu fiq, bu nədir? Sədəqədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İnnə minəs sadaqa ən tusallimə alənnəs və əntə taliqul vəc. Hətta insanlara gülər üzlə salam verməyin nədir? Sədəqədir. Vəl-kəlimətu tayyibə sədəqa. Gözəl söz sədəqədir. Görün, imkanlar nə qədər genişdir. Məsələ bunda deyil. Məsələ bundadır ki, məhrum olanlar kimdir və qazananlar kim. Hətta bəzən bu gözəl söz var ha, malla veriləsi sədəqədən də xeyirli olur. Bu harada gəlir? Quranda. Allah Azze və Cəllə buyurur ki, çünki bəzi insanlar var idi, onlar sədəqə verəndə minnətlə verirdilər. Minnət qoyaraq. Və Uca Allah buyurur ki, qavlun ma'rufun və məğfiratun xayrun min sadaqatin yətbə'uhə əzə. Gözəl söz, dildən çıxan gözəl söz və xətaları bağışlamaq, minnət qoyaraq verilən sədəqədən daha xeyirlidir. Yəni, bir adama minnət qoyaraq sədəqə verməkdənsə, sənin ona gözəl söz deməyin daha xeyirlidir.